Salam əziz və dəyərli izləyicilərim. Bu videomda sırf xanımlar üçündür. Gözəl xanımlar bilirsiniz ki, özüm nədən istifadə edib. Əgər xoşuma gəlirsə, əgər zərər verici bir şey deyilsə, bunu sizlərlə bölüşməsəm ürəyim partlayar. Bilirsiniz ki, əgər bilməyənlər üçün deyim ki, YouTube, TikTok, Instagram səhifəmdə mən qaş sabitləyicilər paylaşmışdım. Və sizlərə demişdim ki, ən bahalılarını almışdım. Və həmən o bahalıları sizə göstərib demişdim ki, nə badə istifadə edəsiniz. Videolarım var səhifələrimdə. Çünki qaşımı tökmüşdü, qaşıma ziyan eləmişdi. Bir də onu deyim ki, yadıma düşmüşkən, əgər qaşınız bu hissədən, aşağı hissələrdən tökülürsə, ümumiyyətcə qaşınızda tökülmə varsa, səbəbsiz yerə. Məsələn, mən bilmişdim ki, həmən qaş sabitləyici mənim qaşımı tökür. Demək ki, zobunuzu yoxlatdırmalısınız. İndi isə keçək sizə elə gözəl, çox ucuz bir qiymətə. Görün necə gözəldir ki, indi sizə açıb göstərəcəm. Birini almışam, xoşuma gəlib, həmən ikincisini zakaz eləmişəm. İndi sizin yanınızda açacağım. Sifariş eləmişəm. Təsəvvür eləyə bilirsiniz. Baxın, ekrana şəkli gələcək, yaxından görəcəksiniz. Qaş sabitləyicidir. Qoyacağım ekrana, adını da görəcəksiniz. Deməli, Pussy'dir, nədir bilmirəm. Adı belə bir interesli adı var. Təsəvvür edin ki, qızlar, o qədər gözəldir. Qaşınızda bilirsinizmi hansı effekt yaradacaq? Hal-hazırda mənim qaşımdadır. Mən sevmirəm laminasiyanı. Çünki ziyandır da, hər nə qədər olsa ziyandır. Amma bu laminasiya effekti verir. Qaşınız o qədər gözəl olacaq. Mən qaşımı həm də almıram. Yəni qaşımı çox sevirəm, belə deyim. Üz cizgilərimdə qaşım ən sevdiyim yerimdir. Yəni ki, heç almıram da, almamışam da ömrüm boyu. Və nə tin effekt eləməmişəm, nə də heç nə. Bu mənim o qədər xoşuma gəldi. Qızlar, Rus rubli ilə nə qədər idi, Nastinka? Hardasa heç 5 manat eləmir mənim zənnimcə. Mən Valbrisli ilə yerdən sifariş eləmişəm. Siz isə internetdən sifariş edə bilərsiniz. Kosmetik məhsullar olan idealda zadda soruşsanız, olar mən bilər. Alırsınız, axşama qədər də belə qalır. Amma mən sizdən bir xahiş edirəm. Mənim çox videolarım var, üz təmizləmə videoları, malaçkolar, yəni süd zad, üzü təmizləmək. Baxın, axşam evə gəldinizmi, mütləq üzünüzü təmizləyin, qaşınızı da təmizləyin ki, qaşınız tökülməsin, ziyan eləməsin. Nə qədər yaxşı olsa da, amma qaşınıza qulluq eləyin. Yenə gerçək yağı sürtün. Məsələn, bir dənə təzə şey olsun, o qaş kiprik düzəldənlər tək-tək satılır indi. Alın, yenə gerçək yağı vurun axşamlar qaşınıza. Kastorovi masla deyirlər. Ucuzlu apteklərdə olur. O qədər gözəl eləyəcək, parıltılı, qəşəng. Bir yerə də gedəndə bunu vurdunuz, çıxdınız. Axşama qədər necə düzəltmisinizsə, o cürə də qalacaq. Elə bir laminasiya elətdirmisiniz bir aylıq. Bax, o cürə. Ona görə də xoşuma gəldiyi üçün dedim, necə yanı. Mən bunu bilim, bunu istifadə edeyim. Özüm, qızım, bacımgil, bacımın gəlini və bütün tanıdıqlarıma, bildiklərimə deyim. Onlar istifadə eləsin. Mən qızlarım, nazlarıma deyim. Ona görə də sizlərlə də bölüşdüm. Mənim əzizlərim, ala bilərsiniz, çox da bahalı deyil. Dediyim kimi ucuzdur hətta. Bir dəfəsi bizim ağdaşlar demişkən, xeylat gedəcəksiniz də əzizlərim. Və bir də onu deyim ki, xanımlar, əgər mənim bütün gözəllik sirlərimi bilmək istəyirsinizsə, üzünüzün par-par parıldamasını istəyirsinizsə ki, baldızınız, eltiniz, rəfiqələriniz, qonum-qonşunuz soruşsun ki, üzünü hansı kosmetoloqda proseduralar elətdirmirsən bahalı, deyəsiniz ki, Məryəm xanımın qrupundayam. Necə ki, qrupumdakı xanımların üzü artıq seçilir. Nəyə görə? İçdən sağlamdılar. Toksinlər orqanizmdən çıxır. Əgər orqanizm təmizdirsə, bağırsaqlar təmizdirsə, qaraciyər yüklənmədə deyilsə, artıq sizin üzünüz par-par parıldayır və hər gün bağırsağınız saat kimi işləyirsə, siz artıq xoşbəxtsiniz. Nəyə görə? Çünki bağırsaq bizim ikinci beynimizdir. Bağırsağımız düzgün qaydasında işləyəndə bağırsaq daşları yığılmır, toksinlər orqanizmə verilmir və bizim üzümüz istər-istəməz par-par parıldayır. Nə depressiyaya düşmürük, işıq saçırıq bir sözlə. Bütün bu özəlliklər və gözəlliklər, xanımlar, sizlər üçün peeliklər atacağım, üzünüz seçiləcək. Sizin üçün dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm. Saçınızın gözəllik sirrini öyrədəcəm. Gözəl xanımlar və daha nələr Məryəm xanımın özünə aid qızıl qaydaları. Artıq bütün dünyaya səs salmışam. Bir də onu deyim ki, bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Bəylər də cəmi bircə dəfə 20 manat ödəyir, xanımlar da cəmi bircə dəfə 20 manat ödəyir. Və bu 20 manatın içində gördünüz nələri əldə edirsiniz. Ən əsası qəbizlikdən, qazdan, köpdən dərmansız canınız qutarır. Nə var ki, mən də sizə yazaram Sena çayı, aclıq otu və s. Mən onlara nifrət edirəm, qadağandır qrupunda.
inşallah. Və mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağam. Çünki orqanizminizə onlar çox zərərlidir. Buyura bilərsiniz. Nömrəmi isə videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə tələffüz edirəmsə, o cürə əlavə edin. Özünüzdən ora 012 55 70 əlavə eləməyin. Bir dənə nömrənin qabağına üstəgələk yazacaqsınız. Üstəgələk 7 901 288 26 94. Mənim əzizlərim, İnanırsınızmı, şükürlər də o qədər böyük nemətdir. Onu da Allah hər adama qismət eləmir ha. Ona görə də tez-tez şükürlər edin ki, şükürlü günlərinizi Allah günü-günündən artırsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.